Mən üzr rekorda başlamışam. Ekranım göstərdi mənim. İndi baxın, ekranımı görürsüz mənim, düzdür? Play Store-a giririk, Evet. nə edirik? Və Play Store bir adamda deyək ki, şey yoxdur. Deyək ki, ilk insanda biz həmin insanın üzv olduq. Üzvü biz istəyirik ki, qeydiyyata salaq. O üzvü qeydiyyata salmaq üçün onun daha yaxşı olar ki, ekranı paylaşaq. Onun telefonundan biz giririk Play Store-a, yəni bəyəxə Play Store-a girdim. Yazırıq Ersaq application eləməyimiz daha yaxşıdır. Bu application çıxacaq. Bu application-ı biz yükləyirik. Məndə yüklü haldadır. Yükləyəndən sonra application çox gözəldir. Deyirik, yəni o application-ı open edirik. İndi məndə application belə göstərir. Çünki mənim öz hesabımdadırsa, əgər öz hesabınızdan eləyəcəksinizsə, application-dan çıxış verə bilərsiniz. Çıxış verib özünüz onu qeydiyyata sala bilərsiniz. Prosta öz kodunuzu yadda saxlayın. Application indi daha da yaxşılaşıb. Onu girib baxarsınız. Mən application-dan bax, hesabımın üstünə basmışam. Burada çıxış et düyməsi var. Biz əslində bunu eləməliyik həmin adamın, üzv olan adamın öz application-dan ki, özü daha rahat olsun da, yəni özü öyrənsin bütün, yəni prosesləri. Elə eləsək daha yaxşı olar. Amma işdir, o adam desə ki, yox sən elə, onda özümüz buradan ona yəni ki, özümüz buradan şey eləyərik, öz telefonumuzdan eləyərik. Və buradan çıxış veririk, bəli, çıxdım hesabdan, düzdürmü? Application açanda bu gələcək. Üzv deyilsən, üzv ol. Üzv olun üstünə basıram. Yaşadığınız ölkə Azərbaycan. Düzdür? Əgər Azərbaycan dəyişdik seçə bilərik. Tutaq ki, Rusiyadadırsa Rusiyanı seçirik. Tutaq ki, başqa bir hansı Türkiyədəsə Türkiyəni, Almaniyadasa Almaniyanı seçirik. Amma bizdə dəyişdiri basıram. Misal üçün, dəyişik var. Burada bütün ölkələr var, düzdürmü? Yəni Ersaq harda varsa, bunlar hamısı var. Var məsəl üçün şey də var. Yəni ölkələrin hamısı var. Nə də ölkə var burada. Yəni bütün demək olar ki, ölkələrin hamısı var da, yəni bilirsiniz necə? Anqarın haradır. İndi yəni ki, bir çox ölkə var. İndi burada biz davam edib basırıq. Mən Azərbaycandayam, düzdürmü? Üzvlük müqaviləsi. Səsim gəlir, yəni hər şey yaxşıdır. Böyle böyle gelir. Hə, bax burada üzvlük müqaviləsi var. Bu haqqda məlumat var. Bunu oxuya da bilərsiniz, oxumaya da bilərsiniz. Müqavilənin üstünə bunu basırsınız, müqaviləni qəbul edirəm. Quş qoyursunuz, davam edirəm. Burada deyir ki, sponsor haqqında məlumat. İndi bura məsəl üçün sponsorun kodunu yazırıq. Ama Yəni bura yazılı var. hə, Öyle mi? yəni ki, bura bilirsiniz nə yazırıq? Bura o sponsorun kodu, öz kodumuzu, əgər məsəl üçün həmin adamın kimə üzv eləmək istəyirik, əgər özümüzə üzv eləyəcəksə, özümüzə yazacaq. Amma əgər tutaq ki, bizim tutaq ki, məsəl üçün Firəngiz hansısa bir adamı dəvət edibsə, daha doğrusu Firəngizin hansısa bir yəni ki, komandasında adam dəvət edibsə, o yazır. Məsəl üçün baxaq kimdə, yəni məsəl üçün mənim üzvümün dəvətlisisə də mənim üzvümün kodunu yazacağam. Tutaq ki, Firəngizin tutaq ki, dəvətlisisə onun kodunu yazacağam və ya məsəl üçün sizin tutaq ki, Leyla xanımın dəvətlisisə, siz Leyla xanımın kodunu yazacaqsınız. Yəni öz kodunuzu yazmayacaqsınız da. Əgər sizin özünüzün birbaşa dəvətlinizsə öz kodunu yazacaqsınız. Bildiniz necə? Böyle. Hə, Bitti. hə. İndi sponsor nömrəsini yoxla. Bu mənim kodumdur. Deyək ki, xətalı sponsor. Mən nəyisə səhv yazdım. 542 031. Bu da niyə belə oldu bilmirəm. 542 500 hə, bir dənə 4 yazmağı yaddan çıxartdım. Hə. Əgər səhv yazanda deyir ki, səhv yazmısan. Burada bir dənə 4 yazmağı yaddan çıxartdım. Belə olmağı yaxşı olur ki, yox, bilirsən, mən səhv yazdım. Bir dənə gözləyin, təzədən yazdım. 542 542 40 31 40 31 40 31 sponsor. Mənim adım çıxmalıdır, çıxdı. Hə, son. Birinci düz yazdım. Və mənim adım çıxdı burada. Sonra mən davam edirəm. Yəni əgər səhv yazsam, ləğv edib basıram, təzədən yazıram. Əgər səhv yazsam, və ya olduğu kimi. Davam edib basıram. Burada üzv olan adamın şəxsiyyət vəsiqəsini yazırsınız. AZ ola bilər, AA ola bilər. 2 dənə deyək ki, 2 dənə AA-dır, düzdürmü? Məsəl üçün yazdım ki, 2 dənə AA. Məsəl üçün orada şəxsiyyət vəsiqəsi hansı nömrədirsə onu yazıram. AZ isə yazıram AZ, hamısı böyük hərflərlə. Yəni ki, AA, AZ belə. Adı deyək ki, Ayseldir misal üçün, düzdürmü? Familiyası deyək ki, misal üçün Hüseynlidir misal üçün və ya misal üçün deyirəm də, mən özüm onda şəxsiyyət vəsiqəsində nədirsə onu yazırsınız. Doğum tarixini yazıram misal üçün. Buradan seçəndə doğum tarixini baxın buradan yazıram. Misal üçün deyək ki, bu olub misal üçün birinci gün sonra burada yazılıb ay, gün, il. Misal üçün hansı ayda? Deyək ki, 12-ci ayda olub. Ayın 31-i misal üçün 1995-ci ildə. Mən bilən bu işləməlidir. Yanlış format. Nöqtə qoymaq lazımdır. Nöqtə qoyum. Bir yazılmalıdır. Birinci gün yazılmalıdır, düzdür. Birinci gün yazılmalıdır. Bir Yəni ay. ayın deyək ki 31, məsələn 12-ci ay 1995. Məncə gün qoyulmalı idi. Belə şeylər olmalı yaxşıdır ki, bilirsən,
Bu ne yazılmışdır burada? Ay, gün, il. Ama nöqtə qoyulmalı deyil. Yox, nöqtə qoyulmalı. 12-ci ayın nöqtə. 12-ci ay gün dildə 31 olmur. Deyəsən 12-ci 30 1995. Nöqtə də qoyuram. Amma yox, nəyisə səhv yazıram. Belə şeylər olmağı yaxşıdır əslində. Ay, il, ay. Yox, mən bildim nəyisə səhv elədim. Yox, 12 gün, il, 31. 12-ci ay var da bu 12 nöqtə 12 nöqtə birinci ay gün, il, gün. Gün məsəl üçün 25 nöqtə 1994. Nəyi səhv eləyirəm bilmirəm. Bir dənə gözləyim. Yox, bir dənə gözlə. Bu belə olmalı. Yaxşı, bu deyək ki, aralıqdan kənar. Yox, Birinci, siz daha çıxıb təsdən edin. bu deyək aralıqdan kənardır. 12-ci ay niyə olmur ki? Arada tarix əmsi vurur. Ən yaxşıca bu tarixi buradan vuraq. Ya buradan Bəli. vururam. Onu seçmirəm bunu. Mən 1994 misal üçün deyək ki, yəni 31-i misal üçün deyək ki, belə vurdum. İndi oldu. Yəni bildiyinizdə o formada eləmirsiniz, bu formada eləyirsiniz. Mən prosta Orada əllə mıydı? bildim. Yox, davam edib basıram. Şifrəni, yəni ki, biz həmişə 1, 2, 3, 4, 5 qoyurduq, amma bundan sonra elə eləməyəcəyik. Mən prosta indi belə özümün qoyuram. Bundan sonra elə şifrə qoyacağıq ki, nəyə görə eləmirik? Hesabımızda pul olsa, yəni ki, başqa biri, o biz axı maillə zaten şey eləyirik. Bilirsiniz, indi maillə olacaq. Hesabımızda pul olsa deyə şey eləyirik. Onu biraz yəni mən indi müvəqqəti qoydum 1, 2, 3, 4, 5, 6, amma siz çətin yerində şifrə elə qoymalısınız ki, özünüzün yadınızda olsun. Öyrənmişdirəm. Hətta elə şifrə qoyun ki, özünüzün yəni kağıza mütləq yazın şifrəni. Yəni yadınızda qalsın. Davam edib basıram. Bankın adı zət buna ehtiyac yoxdur, bunu keçirəm. Sonra buradan bu gəlir. Yaşadığınız ölkə Azərbaycan. Başqa ölkədə olanı seçirəm. Mən də Azərbaycanı seçirəm. Bu il var, şəhərdir. Şəhər misal üçün deyək ki, Ağdam. Yəni Bakıdırsa Bakını seçirəm, Ağdamdırsa Ağdam yazıram, adresi adı yazıram. Amma mən məsəl üçün indi mən deyək ki, Bakını yazıram da, mən Bakını yazıram. Bakını. Bakıda da şey var, Bakıda ola bilər, Abşeron, yəni bildiyinizdə o necədir. Elektron postu mütləq yazın. Məsəl üçün bura yazın, məsəl üçün aysel nöqtə, yəni bunu mütləq elektron postunuzu yazın. Mən indi bura təxmini yazıram. Nöqtə 1994. Yəni mən bunu təxmini yazıram, amma siz özünüz elektron postu mütləq yazın. Çünki o hesabda pul olanda maaşı hesabımızda pul olanda maaşı çıxarmaq üçün. Buradan bunun üstünə basıb Azərbaycan seçirəm bu şeyin üstünə, bu kodların, telefon nömrəsinin hər ikisinin üstünə. Yəni Azərbaycan seçirəm və telefon nömrəsini yazıram. Təxmini telefon nömrəsi yazıram da. Misal üçün yazıram, misal üçün 77, misal 321 öz nömrəmin şeyidir. Misal üçün təxmini yazıram. Əslində ismini bu. Yəni bunlar da hamısı bu formada yazıldı. Daha sonra burada aydındır hər şey. Yəni sual zətı yoxdur da burada çox güman ki. Davam edirəm. Bu kod istəyir. Mən indi bunu kodu istəyir, gələk məndə belə bir mail olsun. Deyəm bir də mən bunu maili elə bir mail yazım ki, şey olsun. Bir saniyə. Elə bir mail yazmalıyam ki, burada həmin mail olsun məndə. Yəni çünki SMS görürüz, SMS gəldi. SMS gəldiyinə görə gələk elə bir mail yazaq ki, bəli. Emin Bey, siz deyirsiniz ki, məsəl üçün mütləq e-mail kod olmalıdır, maaşlar çıxaranda sonra problem olması. Məsəl üçün biz əvvəlcə bir il bundan əvvəl məsəl üçün biz adımızı aktivləşdirəndə oraya e-mail kod verilməyəcək. Ona problem yoxdur. Ona əlavə eləyərik. O asan işdir. Yəni əgər yazmamısınızsa problem deyil. Onu həll eləyərik. Verəcəkdim elə. Sadə idi. O çox sadə idi. İndi başqa fərqlidir. İndi də asandır. E-mail lazımdır. Onu həll eləyərik. İndi o məsələni onu mən kömək eləyərəm. O da asan işdir. İndi də mail əlavə eləmək olar. Yəni əlavə etməmisinizsə belə, indi də əlavə eləmək mümkündür. Mən indi bura bir dənə şey yazacağam. Deməli, hansını yazım? Yaxşı. Təxmini bir şey yazıram. Təxmini deyəndə yox, mənim özümdə olan maili yazıram. Görüm SMS gələcək. 157 583 583. Məndə indi davam edib basıram. İndi mənə kod gəlməlidir.
Ola bilsin kod gəlsin, ola bilsin kod gəlməsində problem yaşansın, hər şey ola bilər. İndi mənə kod gələcək, mən o gələn kodu yazacağam bura. Mən indi gözləyirəm kod gəlsin, açmışam şeyi. Yəni deyirlər ona, görüm indi kod gələcəkmi? Kod da gələndə spama baxır, hər yerə baxırıq, kod gəlməlidir. Yəni bildirsiniz, öz belə bir ki, mailimizə baxırıq kodun gəlməsi üçün. Bilər, ona görə ki, siz artıq qeydiyyatdasınız bir dəfə o nömrə ilə, o kodla. Yox, bu məndəki bu şey var. O nömrə mən register deyiləm. Mən başqa nömrə yazmışam. Mənim yazdığım nömrə başqa nömrədir və mail də başqa nömrədir. Başqa mail yazmışam. Yəni o şey yazmamışam. İndi görürəm bir dənə kod gəlsin, gəldi kod. Amma kod gəldi gəlməyinə, amma kodumuz yoxdur. Kodun özünün gəlməsi ilə bağlı təsdiq və aktivləşmə kodunuz. Yox, bu kod hələ gəlmədi. Onu mən şirkətə deyəcəm, amma mən bu məsəl üçün şeyi SMS abunəti. Siz. Bir dənə gözləyim, mən baxıram beləsinə görüm. Kod gəlmədi, maili uzaqbaşı silərəm. Daha doğrusu kodun gəlməsi ilə bağlı hələ ki problem var, eybi yox. Qoy mən bunu sileyim. Onu yazmıram. Bu da indi problem nədir? Mən sizə bir saniyə. Nəsə problem açıq verdi. Bilirsən, bu elektron post abunəliyi, bunu mən bu da ilişdi, eybi yox. Burada elektron postdan bağlı kod şey olmur. Kodun gəlməsi. Bunu Həzər xanıma deyəcəyəm. Mənə kod elə bir şey gəlmir. Kod gəlməlidir. Həmin kod gəlib, amma mesaj gəlib, kod gəlməyib. Mən də istəyirdim bunu şey edeyim. Bir saniyə, mən bir dənə baxım. Ola bilər, bu dəqiqə Zoom'dasınız. Telefon yüklü olanda da elə olur, Elvin müəllim. Siz məsələn eləsəz sırazı gələr. Yox, mənə kod gəlməyib mənə. Mən onu Həzər xanıma deyəcəm, məlumat verəcəm. Belə görürəm ki, gəlib bu temələri mən təzədən bir verməyim. Burada bunu əslində mən başqa cür şey eləmək olardı. Başqa cür kimisə qeydiyyata salmaq istəsək sala bilərik. Prosta mən burada şey var, burada boşluq var. Eybi yox, onu mən həll eləyərəm. Onu mən məlumat verəcəm. Çünki bizə kod gəlməlidir. Həmin kod gəlmirsə, elektron post abunəliyi bunu nə etmək olar? Onda eybi yox. Şey eləyərik, onu mən məlumatı verəcəm. Çünki kod gəlmir. Baxın, mən sizə göstərim vəziyyət necədir. Özüm bir görüm bu hansı. Daha bu olacaq. Necə? Öz kabinetimizə daxil olub, oradan qeydiyyat eləyə bilməyəcəyik daha. Yox, eləyə biləcəksiniz. Nə eləmirsiniz? Eləyə biləcəksiniz. Sadəcə burada kodla bağlı problem var. Eybi yox, onu həll eləyərik. Onda birincisini eləyək də, mən bunu bir sinir eləyəcəm, bir dənə gözləyəcəm. İndi burada yaxşı, bunu elədiyimiz yaxşı oldu. Başımıza belə bir iş gəldi. Yəni, hal-hazırda Samir bəy də buradadır. 5 nəfər var şeydə. İndi burada bir problem çıxdı, Sevil xanım da buradadır. Mən bunu şirkətə bildirəcəm. Deyəcəyəm ki, belə bir problem var. Axşamınız xeyir olsun. Üzrlü sən də gecikdim biraz. Evdə yox idim. Yox, onsuz təzədən eləyəcək. Çünki hal-hazırda onsuz problem var, yəni kod gəlmir. Bunun gəlməsi ilə bağlı problem var. Bunu təzədən bir eləyəcək. Əslində OBS formada qeydiyyat edə bilirik. OBS formada. İndi onunla enerjisini göstərərəm, OBS formada qeydiyyatı. Yaxşı, OBS formada bir dənə göstərim onu. Bu formada prosta qeydiyyat edə bilməyəcək. OBS formada bilirsiniz də qeydiyyatı necə olur. Yəni OBS formada çox asan deyil, Elvin bəy. OBS formada çox asan. OBS formada əlbəttə ki, asandır, amma burada da asandır. Sən ona öyrəşmirsən deyə deyəsən OBS formada. OBS formada bura giririk, azər sağa. Daha üzv olun üstünə basırıq eyni qaydada. Aşağı düşürük, oxudum, təsdiqləyirəm, gedirik. Yəni, burada sponsor nömrəmizi yazırıq. Yəni, amma bizə lazımdır ki, application daha rahatdır. Çünki application qalaca olur. Yəni, biz application-la eləyəndə 542 application qalaca şəkildə olur. Nömrəni yoxlayıq, Elvin Hüseyinli. Şəxsiyyət vəsiqəsini yazırıq, misal üçün. Deyək ki, A. Fəngi Samir bəy sizin üzvüdür, düzdür? Bəli. Bu yazıq, misal üçün, eyni qaydada Aysir.
Hüseyin. Bu birisi formadadır. Amma mən onu bu gündür. Məsəl üçün ay 12 20 1994 dil Azərbaycan şifrə onsuz da 1 2 3 4 5 yazır. 1 2 3 4 5 6. Bu asandır. Bu sadəcə application-la mən eləməyi üstün tuturam ki, application daha rahat olur. D. Bu onsuz da asandır. A C 2 A D 1 A C yaşadığı ölkə mən tutaq ki, bunu seçirəm məsəl üçün Bakı fərqi yoxdur. Elektron poçtu heç yazmıram. Görüm indi burada da həmin problemi yaranacaq, yoxsa yox. 0 70 321 45 65 0 70. Bu ən asan. Burada yazıram küçəni Bakı, tutaq ki, Əhmədli yazıram məsəl üçün. Əhmədli. Veya neyse bu dəqiq adresi yaza bilərsiniz sonra. Gördünüz bu ucu asandır. Bu tez qeydiyyat oldu. Amma bunu qeydiyyatı bu formada eləyib application-dan davam edə bilərsiniz o formada. Və bunu onsuz da bildiniz necə? Mən də onu şirkətə bildirəcəm öz yerində. Bax girdim bura. Fikir Yəni verdiniz. burada parolu yadda saxla bax. Onun üstünə də vurmaq lazımdır ki, hər dəfə kodu Bəli, yazmayasın. vura bilərsiniz, bəli. Amma bu asandır. Prosta mən bunu buradan eləmək istirdim. Yox, oradan eləyib buradan belə də girmək olar. Bildiniz necə? Amma application-dan daha rahatdır. Yəni üzrlük. Yox, onu da mən şey edəcəm. Onu da mən gələn dəfə bu seminarı bir də edəcəyəm. Belə olmaq əslində yaxşı oldu. Baxın, application-dan girəcəm. Application-dan ona görə rahatdır ki, baxın bura indi. Application-dan girəndə biz rahat formada application nəyə görə gecikdirik bilmirəm. Bəzən belə şeylər olur. Application-ın üstünlüyü odur ki, üzvlük nömrəsi ilə giriş. Biz məsəl üçün oradan məhsullar orada daha yaxşıdır, daha şey olur. Amma bir dənə görsün. Application-ı mən bağlayıram, təzədən girim. Bəzən belə şeylər olur. Giriş et. Üzvlük nömrəsini düz yazmışam da. Girdi. Elə olanda application-ı bağlayıb təzədən girin. Application üstünlüyü olur ki, bu daha şey olur da, yəni bildiniz necə, daha yaxşı olur. Baxın, application məsəl üçün deyək ki, məhsulları atıram səbətə. Lap siz heç belə eləmirəm. Qida mənə hansı məhsullar lazımdır? Təmizlik qrubu, üstünlük paketləri də var. Yəni ki, qida əlavələri var orada. Əlavə tətbiq, kosmetik, təmizlik qrubu hamısı. Mən üstünlük paketinin üstə basıram. Deyək ki, mən hansı qida əlavəsini almaq istəyirəm. Yəni ki, bunu ala bilərəm. Amma Allah belə, bu da hədiyyə vermir bunu alanda. Amma o birisiləri alanda hədiyyə verilir. Məsəl üçün, yazıram kurkumin, məsəl üçün, bunu bastım. Düzdür, Omega yazıram. Omega burada hədiyyə verir artıq. O birisində hədiyyə vermir, amma hər birinin öz üstünlüyü var da. Bu neçədir? 126. Hə. İndi mən məsəl üçün, orada nəsə xəbərdarlıq gəldi. Niyə gəldi bilmədim. 2 balını satmır deyildi. Buradan hədiyələri seçirik. 3 dənə hədiyyəni seçirik məsəl üçün. Amma hansı əgər bizə bildiyinizdə hədiyyə lazım deyilsə biz şey eləyirik. Məsəl üçün 3 dənəsini seçirik, sonra davam edirik. Onsuz da mən bunu şey eləməyəcəm, yəni təsdiqləməyəcəm. Sadəcə göstərmək üçün. Ödəniş üsulu. Bax, burada zəhmət olmasa çatdırma ünvanını əlavə edin. Çatdırma ünvanı. Bu çatdırma ünvanı əslində orada yuxarıda var. Bunu basıram. Yeni ünvan, mənim yeni ünvanın üstünə basıram, əlavə edirəm yeni ünvanı. Düzdürmü? Məsəl üçün, burada yazılıb da, ünvan taşı yazıram, Əhmədli, misal üçün. Dəqiq yazıram da, yəni post indeksini də yazıram, misal üçün, AZ 1149. Burada başqa nə var? Rayon, məsəl üçün, xətayı yazılmalıdır. İndi rayon deyəsən seçmək olmur. Əhmədli, sonra elektron post, qeyd edib basıram. Burada mənə aşıqa verir ki, əsas ünvan yazıram, onu qoymamışdım yəqin. Yox, şəxsiyyət vəsiqəsinin nömrəsi, hə. İndi bunu da, bu da nəyə görə belə şəxsiyyət vəsiqəsinin nömrəsi olur burada? Bəzi çatdırılma olanda yoxlamaq üçün. Baxın, mən bunu əlavə elədim, düzdürmü? Sən gözləyin. Bax, ünvan gördünüz, mənim ünvanlarım. Başqa bir ünvan da əlavə edə bilərəm. Məsəl üçün, deyək ki, öz qohumuma, hansısa qohumuma göndərmək istəyirəm. Təzədən yeni ünvan yazıb, hansı adama göndərmək istəyirəmsə, təzədən ünvan, ta ki, mən indi Bakı yazmışdım, yazıram bura, məsəl üçün, Astara, məsəl üçün. Ola bilsin, mənim Astarada tanışım var. Onun şəxsiyyət vəsiqəsini də yaza bilərəm, özüm üçün də yaza bilərəm. Deyək ki, mən malı Astaraya göndərmək istəyirəm. Astara, düzdürmü? Yox, bir dənə gözləyin.
Misal üçün təxmini yazdım. Gördünüz, o ünvanı da əlavə eləmək oldu. Yəni burada mən nə qədər istəsəm ünvan, biri Astaradır, biri Bakıdır, hansını göndərmək istəsəm o göndərə bilirəm. Sonra burada ödəniş üsulu, ödənişi dəyiş. Bu mükafat var ha, bu odur. Mənim tutaq hesabıma pul yığılır, tutaq ki 50 manat. 50 manatı buradan eləyirəm, qalan ödənişi nağd eləyə bilərəm. Yəni bildiyiniz necə, o formada eləyə bilərəm. Mükafatı post eləmək üçün gələn mail gələcək də. Məndə mükafat yoxdur axı hal-hazırda. Sifarişiniz haqqında qeyd, şərhlər. Yəni bunları uzaqdan bu aşağıdakına quş qoyuram. Görüm nə olacaq. Sifarişi tamamlanmış üstünə basıram. Burada sifarişiniz qeyd edilir. Sifarişin detalları ana səhifəyə dön. Biri sizdə bunu sonra servis qalma deyirik, ödəniş edirik. Deməli mükafat yox idi deyə şey olmadı. Ödəniş ünvanı. Bununla bağlı sualınız var. Yəni burada bir dənə işləməyən qeydiyyat oldu. Onu da həll edəcəyik Orada inşallah. mükafat deyənə nəyi nəzərdə tutursunuz ki? Başa düşmədim. Bizim elə bir pulumuz vardı orada. Ta ki bizim orada hesabımızda pulumuz yoxdur maaşda. Yəni onu bizim məhsul sifariş edəndə maaşdan çıxa bilirik. Aynen. Yəni burada bir dənə indi mənficə şey oldu ki, mənfini onu düzəltdirəcəm. SMS gəlməsi ilə bağlı problem olur. Məncə onu da həll edəcəm. Onu da gələn dəfə tam şəkildə bir də şey deyərəm, adamlar qatılar. Başqa bir sual yoxdur ki, nəsə bir aydın olmayan. Birazdan o şey deyəcəm, yəni o birisi seminara gələcəyik. İndi onu da paylaşaram. O birisi seminarı. Məncə hər şey aydındır burada. Bir dəfə eləməklə hamısını kim istəsə başa düşə bilər elm. O birisi yolunu bilirik. Bunu da inşallah ekran kaydını yəqin ki eləyirsiniz. Ekran kaydını eləmişəm, atacağım indi sizə. Kim öyrənmək istəyir, dönə-dönə baxar, öyrənər. Yəni burada indi bir dənə məsələ oldu ki, o SMS-in gəlməməsi oldu. Onu da mən həll edəcəm. Onu da şey eləyək, həll eləyək. İndi birazdan o birisi seminar başlayacaq. Şirkətlərdə də olur. Nasıl siz Zoom-dasınız. Zoom-da olanda elə bil daha çox telefonun yaddaşını tutur da, həmdən gəlməyə bilər. Siz Zoom-dan çıxandan sonra gələ bilər özü. Yox, onunla bağlı deyil, onunla bağlı deyil. O şeylə bağlıdır. Burada problem başqa şeydir. Yəni ki, mən Həzər xanıma deyəcəyəm, məlumat verəcəyəm ki, bəs gəlmir. Gəlmir, onu da həll edəcəklər. İndi o birisi sizin nəsə bir sualınız yoxdursa, indi birazdan o birisi seminara qoşularıq. Prosta o liderlər seminarıdır. Siz prosta yəni hələ sualınız olsa verərsiniz, yəni. Birazdan indi o birisi seminar başlayır. Liderlər üçün seminar olan başlayacaq. İnşallah lider olacaqsınız. Yəni burada zamanla insan öyrənir də bu işlərin hamısını. Birdən-birə öyrənmirsən ki. Öyrənmək olmur. Onda o adam qorxur, qaçır elmlər. Yəni birdən-birə heç kəs şey eləmir. İnsan potensialına baxsan ki, bunun gücü nəyə çata bilər?